Ramana məscidi. Ramana məscidi və ya Qurban məscidi 1912-1914-cü illərdə inşa olunmuş tarix memarlıq abidəsidir. Memarı Zivər bəy Əhmədbəyovdur. Sovet işğalından sonra Azərbaycanda 1928-ci ildə rəsmi olaraq dinlə mübarizəyə başladılar. Bir çox məscid, kilsə və sinaqoqlar maarifləndirici istiqamətlərdə istifadə üçün klubların balansına verildi. Ramana məscidi də bu dövrdə fəaliyyətini dayandırıb və binasından emalatxana kimi istifadə olunub. Yalnız Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra məscid dindarların istifadəsinə verildi. 2 avqust 2001-ci ildə Azərbaycan Respublikası Nazirlər Kabinetinin verdiyi 132 nömrəli qərar ilə məscid yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına salınıb. Məscid ətrafında yerləşən tarixi evlər və hamam ilə birlikdə kəndin tarixi mərkəzində yerləşir. Plana görə məscid 2 kvadrat şəkilli ibadət zalından ibarətdir. Məscid əsas ibadət zalı, dəhliz və zalın şimal və şərq hissələrində yerləşən köməkçi otaqlardan ibarətdir. Əsas ibadət zalının tavanı yonulmuş sal daşlardan hazırlanmış 4 sütun üzərində dayanıb. Bütün qapı və pəncərələr haşiyələrlə bəzədilib. Portağın hündürlüyü 7 metrdir. Məscidin ərazisi 300 kvadrat metrdir. Daxilində eyni anda 300 nəfər ibadət edə bilər. Bir günbəzi var, minarəsi isə yoxdur.